ki, bioloji konsepsiya nədir, biososioloji konsepsiya nədir, sosioloji konsepsiya nədir. Çox müəllim onu psixoloji konsepsiya götürmüşdü. Yəni, ona görə ki, məlumatsız idik bu mövzudan. Amma bu mövzuya da toxunaq ki, bu məlumatsızlığımız geçsin. Deməli, alimlər uzun illər araşdırmalar aparırlar ki, insanın şəxsiyyət kimi formalaşdırması üçün lazım olan amillər nələrdir? Hansı amillər insanın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərə bilər? Və belə bir nəticəyə gəlinir ki, həm daxili amillər var burada, həm də xarici amillər. Daxili amillər deyəndə genetika, fizioloji, yəni insanın genetikası, fizioloji quruluşundan söhbət gedir. Xarici amillər deyəndə ki, əlbəttə ki, bir şəxsin, bir fərdin nəyi? Ətraf mühiti. Burada ailə mühitindən də söhbət gedir. Ailədən əlavə digər mühitdən sinif yoldaşları, məktəbdə dostları, məhəllədə qohumları, məhəllədə dostları, qohumları, müəllimləri və s. Və alimlər 3 konsepsiya üzərində dayanırlar. Birinci konsepsiya bioloji konsepsiyadır. Yəni deyir ki, bioloji konsepsiyanın müəllifləri deyir ki, insan bioloji varlıqdır və onun şəxsiyyət kimi formalaşması bioloji prosesdir. Yəni genetik bir prosesdir. Buna biz heç nə eləyə bilmərik. İkinci konsepsiya sosioloji konsepsiyadır. Sosioloji konsepsiyanın müəllifləri deyir ki, insan mühitdə şəxsiyyət kimi formalaşır. Fərqi yoxdur genetikasında nə var, nə yox. Mühit insanı şəxsiyyət kimi formalaşdırır. Yəni ətraf aləm, sosial mühit. Biososiologilər isə hər ikisini də qəbul edirlər. Biososiologilər deyirlər ki, insana həm irsiyyət, həm də mühit insanın şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Adından da görürsünüz, bioloji və sosiolojini birləşdirirlər. Biososioloji. Hansı testlərdə gördük ki, insanın həm genetikasından söhbət gedir, həm də onun ətraf mühitdə olan davranışından söhbət gedir, deməli biososioloji. Və təsdiqini tapan da məhz biososiolojidir. Biososiologilər 3 əsas amilə toxunurlar. Deməli, insanın şəxsiyyət kimi yetişdirilməsinə təsir edən 3 əsas amil. İrsiyyət, ətraf mühit, bir də tərbiyənin qarşılıqlı təsiri. Yəni, tərbiyə də çox önəmlidir. Burada ünsiyyət, ətraf mühit və tərbiyə insanı şəxsiyyət kimi neyinir? Formalaşdırır. Və bunun başında duran Jungdur. Burada başqa filosoflardan da danışır. Çox uzun uzadı getməyəcəm. Bizə testdə nə düşür? Onlar lazımdır. Aparılan tədqiqatlara görə insanın şəxsiyyət tipi 3 növə bölündü. Ekstravertlər, introvertlər və ambivertlər. Birinci ekstravertlərdən danışaq. Ekstravertlər sosial insanlardır. Ünsiyyəti sevirlər. Təklik onlara sıxıcı gəlir. İnsanlarla ünsiyyət onlara stimul verir. Diqqət mərkəzində olmağı xoşlayırlar. Bir çox hallarda ətrafdakı insanların fikrinə görə davranırlar. Yəni, cəmiyyət nə deyər məsələsi də bunlarda olur. Bəzən nəticə çıxartmağa tələsdikləri üçün qısa müddətli yaddaşdan istifadə edib nəticə çıxartmağa çalışırlar deyə bəzən nəticələri o qədər də yaxşı olmur. Lakin bəzən dərindən də düşünüb nəticə çıxarda bilirlər. Bunların fikirləri tez-tez dəyişə bilir. Belə deyək də, loru dildə deyirik ki, bunun öz fikri olmur. Bunun nəyi olur? Bunun başqalarının təsiri altında formalaşır fikirləri. Öz fikri o qədər də olur ya öz fikri. Yəni, bəzən daha dərindən düşünüb, daha düzgün nəticəyə gələ bilirlər. Amma bəzən də digərlərinin fikirlərinin təsiri altına düşürlər. Bəli, bunu sizlə keçmiş Akif müəllim. Elə müəllimlər var ki, bu qrupda sıfırdan başlamışıq Mart qrupunda. Onlarla keçməmişik. Amma təkrar qoşulan müəllimlərlə, bəli, biz bunu keçmişik. Deməli, ekstravertlər dedik necə olurlar? Ünsiyyəti sevirlər, təklik onlara can sıxıcı gəlir, insanlarla ünsiyyətdən stimul alırlar, diqqət mərkəzində olmağı sevirlər. Əsasən bir çox hallarda başqalarının fikrinə görə davranırlar, bir çox hallarda, amma həmişə yox. Nəticə çıxartmağa tələsdikləri üçün bəzən səhv nəticələr çıxarda bilirlər, amma daha dərindən də düşünüb nəticələr çıxarda bilirlər. Ekstravertlərin qarşılaşa bildiyi çətinliklər də var. Bunlar nədir? Onlar motivasiya almaq üçün xarici stimullar çox önəmlidir onlar üçün. Yəni, onlar müəllimi, mütləq müəllimdən yaxşı rəy almalıdırlar, müəllimi sevməlidirlər, müəllimdən pozitiv enerji almalıdırlar ki, onlara lazım olan fənni oxusunlar. Məsələn, tutaq ki, həkim olmaq istəyir, amma biologiya müəllimi ona negativ enerji bəxş eləyir, stimul ala bilmir. Həkim olmaq istəsə də belə ola bilmir. Yəni, xarici amillər onlara nə yaradır? Çətinliklər yaradır. Daim onları həvəsləndirmək lazımdır. Onlara daim şagird-müəllim münasibətində əks əlaqə qurmaq, rəy vermək,
Antipatiya ümumiyyətlə onlarda belə deyək, antipatiya olanda müəllimə qarşı, fənnə qarşı, fənnə qarşı sevgi olmayanda oxuya bilmirlər və s. O fənnə qarşı onlarda bir xoşları gəlmir də, yəni o fənnə antipatiya yaranır. Bunu da müəllim eləyir. Yəni müəllimi sevəndə, fənni sevəndə oxuyurlar. Eyni zamanda ekstravert insanlar müəyyən yaş dönəmində xarici faktor olduğuna görə onlar xarici faktor altına düşmək ehtimalları var. Məsələn, deyirik uşaq düşdü təsir altına. Ona görə də ekstravert uşaqları biraz diqqətdə saxlamaq lazımdır müəyyən yaş dövründə. Çünki onlara xarici təsir altına düşə bildiklərinə görə onları belə deyək də nəzarətdə saxlamaq, eyni zamanda nəzarətlə bir yerdə tənqid təfəkkürlərini inkişaf etdirmək, məntiqi təfəkkürlərini inkişaf etdirmək, onlara öz fikirlərinin olmasını stimullaşdırmaq, daxili səslərinə qulaq asmağı öyrətmək ki, onlar nə etməsinlər, xoşa gəlməz təsirlərə düşməsinlər. Bu, onların qarşılaşdığı çətinliklərdir. Şagirdlərin bu çətinlikləri aradan qaldırmaq üçün onlarda Bloom taksonomiyasının yuxarı təfəkkür səviyyəsini inkişaf etdirmək lazımdır. Yəni, təhlil etmə, dəyərləndirmə, yaratma mərhələləri olmalıdır ki, onlarda bu çətinliklərin öhdəsindən gəlmək olsun. Bu da nədir? Sokrat dialoq eləmək olar, debat eləmək olar, açıq tipli suallardan istifadə eləmək olar, səmərəli öyrənmə mühiti yaratmaqla şagirdlərdə bu çətinliyin öhdəsindən gəlməyi müəllim nə edə bilər? Aradan götürə bilər. Daha doğrusu, öhdəsindən gəlməyi bacarığı formalaşdıra bilər. İkinci şəxsiyyət introvertlərdir. Introvertlər subyektiv düşüncələri var, öz qərarlarının arxasına durmağı bacarırlar. Amma bu o demək deyil ki, onlar xarici faktorları nəzərə almırlar. Onlar da xarici amilləri nəzərə alırlar. Məsələn, tutaq ki, nəyisə araşdıranda hər kəsin araşdırmasına baxırlar. Amma son qərarı özləri verirlər. Nəticələrdən, baxdığı fikirlərdən nəticə çıxardaraq son qərarı özləri verirlər introvertlər. Bu demək deyil ki, introvert elə oturur qırbi-qıraqda özü hər bir nəticəyə gəlir. Xeyr. Burada söhbət təlim prosesindən gedirsə, heç kim alim deyil özündən nəsə kəşf eləsin. Uşaq araşdırır, baxır, öyrənir və öz fikri ilə hansısa bir riyaziyyat məsələsi həll eləməlidir. Müxtəlif həll yollarına baxır və o həll yollarının içərisindən ən səmərəlisini, ən yaxşısını seçir və qərar verir. Lakin gec qərar verir, amma bəzən çox hallarda düzgün qərar verir. Çünki analiz eləyir, tələsmir qərar verməyə. Başqa fikirləri analiz eləyir, başqa fikirləri təhlil eləyir, ondan sonra qərar verir. Onların şəxsiyyət olaraq xüsusiyyətləri nədir? Uzun və səthi müzakirələri sevmirlər. Yəni, boş-boş müzakirələri sevmirlər. Qısa, konkret, lakonik, lazımlı müzakirələri sevirlər. Təklik onları stimullaşdırır, motivasiya edir. Yəni, bəzən öz fikirlərini cəmləmək üçün təkliyə ehtiyacları var. Stimul alırlar təklikdən, motivasiya eləyirlər özlərinin metakognitiv bacarıqları güclü olur, özlərini motivasiya eləyirlər. Daha çox uzun müddətli yaddaşdan istifadə edirlər. Bayaqkılar amma nə idi? Bunlar çox gec qərar verdiklərinə görə uzun müddətli yaddaşdan istifadə edirlər. Araşdırırlar, nəticələri ümumiləşdirirlər, qruplaşdırırlar, sistematikləşdirirlər, sonra qərar verirlər. Amma ekstravertlər daha çox xarici təsir onlara təsir elədiyinə görə tez qərar verirlər. Yəni fikirlərini tez-tez dəyişə bilirlər də, belə deyək. Nəticə çıxarmaq üçün daha çox vaxta ehtiyac duyurlar introvertlər. Niyə? Çünki çox düşünməlidirlər axı. Müxtəlif həll yollarının içərisindən ən yaxşısını seçməlidirlər axı. Amma onların da çətinlikləri var. Bu demək deyil ki, onların çətinlikləri yoxdur. Onların da çətinlikləri var. Nədir onların çətinlikləri? Çətinliklər çox dərindən düşündüklərinə görə, tez qərar verə bilmədiklərinə görə bəzən sinif yoldaşlarından geri qala bilirlər. Dərindən düşünürlər, analiz edirlər, təhlil eləyirlər. Yəni, bəzən sinif yoldaşlarından fikirlərini deməyə ləngiyirlər, belə deyək. Bu ləngimə də müəllim bunu nə etməlidir? Bu faktoru nəzərə almalıdır ki, yəni bu introvert şəxsiyyət tipinə malik uşaqdır. Onun ləngiməsi ola bilər. Bəs biz niyə görə deyirdik ki, düşünmə vaxtı verilməlidir? Sual-cavabda, müzakirədə, diskussiyalarda, hər bir şeydə düşünmə vaxtı olmalıdır. Çünki introvertləri də nəzərə almaq lazımdır. Eyni zamanda bunlarda mənəvi yorğunluq, təkliyə qapanmalar olur ki, bu da gələcəkdə psixoloji problemlərə gətirib çıxarda bilər. Yəni, onlar insanlarla ünsiyyət qura bilməzlər, sosiallaşmaları ola bilməz, ünsiyyət bacarığı zəiflər, öz fikrini ifadə etmək bacarığı, başqasını dinləyə bilmək bacarığı zəifləyə bilər. Ona görə də müəllim növbəli şəkildə ekstravertləri nəzərə alıb qrup işləri məsələn edirsə, biz niyə deyirik ki, müəllim bir iş formasından istifadə edə bilməz?
Ekstravertlərə maraqlıdır qrup işləri, sosiallaşmaq, komanda işləri, amma introvertlərə maraqsızdır. Amma müəllim hər ikisindən istifadə eləməlidir. Niyə? Ekstravertin çəkdiyi çətinliyi və ya introvertin çəkdiyi çətinliyi aradan götürmək üçün. Sosiallaşmalıdır da bu insan. Elə introvertdir, təkdir deyə, tək qərar verir deyə biz onu təhliyə buraxa bilmərik. Çünki müəyyən zamandan sonra o neyə niyə bilər? Psixoloji bir problemlərə gətirə bilər, insanlarla sağlam münasibət qurmaqda çətinlik yarana bilər və s. Bir də var ambivertlər. Ambivertlərdə hər ikisi var. Onlar bəzi hallarda introvert olurlar, bəzi hallarda ekstravert olurlar. Deməli, ABŞ psixoloqu Kagan 500 uşaq üzərindən təcrübə aparıb. Təcrübə nəticəsində belə bir nəticəyə gəlib ki, insanların 40% ekstravertdir, 40% ambivertdir şəxsiyyət tipinə görə, 20% isə introvertdir. Şəxsiyyətin formalaşdırılması üçün müəllim nə etməlidir? Əvvəlcə gəlin şəxsiyyətin yaş olaraq formalaşdırılmasına baxaq. Burada 5 mərhələdən keçir şagirdin, uşağın yaş olaraq şəxsiyyətinin formalaşması. Birdən-birə biz uşağı belə deyək də, şəxsiyyət kimi yetişdirə bilmərik axı. Yaş söhbəti var burada. Hər yaşda şəxsiyyətin formalaşdırılması müxtəlif mərhələlərdən keçir. Birinci mərhələ əxlaqın olmadığı mərhələdir. Bu 2 yaşa qədərdir. Yəni, əxlaqi dəyərlərin olmadığı mərhələdən söhbət gedir. Bu, sanki Piaget'in 0-2 yaş var idi, hissi hərəki mərhələ. Ondan oxşardır. Bu, körpəlik dövrüdür. Nəyin doğru, nəyin yanlış olduğunu dərk eləmir. Etdiyi bütün hərəkətlər fiziki ehtiyaclarını ödəmək üçündür. Ağlayır, acıb ona görə ağlayır. Nə bilim, ağrısı var, sancısı var, ona görə ağlayır və onları emosiyalarla nəzarətdə saxlayırıq. Çünki emosiyalarla başa düşürük o uşaqları. Bu olur 2 il. Yəni, əxlaqi dəyərlərin olmadığı dövrdür. Yəni, burada şəxsiyyətdən söhbət gedə bilməz. Amma şagirdin artıq bir şəxs olaraq inkişafı neyiniyir? Təməli qoyulur. İkinci mərhələ özünə yönəlmə mərhələsidir. Bunu da Piaget'in ikinci mərhələsi ilə, ilkin əməli mərhələsi ilə oxşarlıq eləmək olar. Özünə yönəlmə mərhələsində biz nə demişdik Piaget nəzəriyyəsində? Egosentrizm var bu uşaqlarda. 6 yaşına qədərdir. 2-6 yaş arası. İndi bəzi uşaqlarda 1 yaş o tərəfə, 1 yaş bu tərəfə ola bilər. Deməli, bunlarda nə var? Erkən uşaqlıq illəri olduğuna görə məhdud təcrübələr də var yenə bunlarda. Eyni zamanda özünü məmnun etməyə çalışır. Əslində, hər şeyi başa düşür. Yəni, məntiqi təfəkkürü inkişaf eləyibdir. Amma özünə əziyyət vermək istəmir. Özünə yönəlim mərhələdir. Egosentrizm mərhələsidir. Qaydaya əməl etmir, çünki özünə əziyyət vermək istəmir. Qoyulmuş sinifdəki nizam-intizam qaydalarına özünə əziyyət verməmək üçün əməl etmir. Yəni, əslində hər şeyi başa düşür. Bu, ilkin uşaqlıq illərinə deməli neyiniyir, düşür. Bir də var, ənənələrlə ayaqlaşma dövrü. Bu, 6-12 yaş arasıdır. Piaget'də konkret əməli mərhələdir. 6-12 yaş arasında olan uşaqlar artıq qaydalara əməl edirlər, davranış qaydalarına əməl edirlər. Eyni zamanda etməsələr nəticələrindən qorxurlar. Burada bir növdə nə var? İtaət və cəza da var. Yəni, 6-12 yaş arasında olan uşaqlar şəxsiyyət olaraq qayda və davranışlara ona görə əməl edirlər ki, nizam-intizam qayda. Biz şagirdi şəxsiyyət kimi yetişdirmək üçün qaydalar qoyuruq da. Qaydalar, prosedurlar, bir-birini dinləmək, məsuliyyətli olmaq, təhlükəsizliyinə əməl eləmək. Bunların hamısında nə var? Məsuliyyətli olunda nə var? Dərsə gecikməyin, tapşırığınızı vaxtında yazın. Təhlükəsizliyə əməl edində nə var? Bunu keçmişik qayda və gözləntilərdə. Təhlükəsizliyə əməl edində nə var idi? Yəni ki, əllərinizə, qollarınıza nəzarət edin, dəhlizdə yeriyin, hər hansı bir üstü açıq naqil görərsinizsə, yaxınlıqdakı şəxsə, səlahiyyətli şəxsə, müəllim, növbətçi, fərqi yoxdur, məlumat verin və s. Deməli, şagird bu qaydalara, bu davranışlara sırf ona görə əməl edir ki, pis nəticələrindən qorxur. Ya evdə valideyn tərəfindən, ya müəllim tərəfindən. Yəni, o qədər də məntiqli düşünmür ki, bunu eləmək lazımdır. Sadəcə nəticələrindən qorxduğuna görə eləyir. Amma zaman-zaman bu vərdişə çevrilir və sonda çox yaxşı bir şəxsiyyət yetişdirə bilirik. 4-cü mərhələ qeyri-rasional şüur dövrüdür. Ən çox canımızı boğazımıza yığan dövr. 8-9-cu sinif uşaqlarında olur bu. 12 yaşdan başlayır, belə deyək də, 12 yaşdan başlayır bu dövr. Hardasa gedir 14, 15, baxır uşağa, ən çox 15-16. Belə dövrlərdə başa çatır. Biraz uşağın inkişaflarında bir ildə, çox yox, bir il o tərəf bu tərəf ola bilir də, hər uşağın inkişafı eyni getmir. Buna deyirik qeyri-rasional şüur dövrü. Niyə? Yeniyetməlik dövrüdür bu dövr. Bu dövrdə olan uşaqlar emosiyaların təsirləri altındadırlar, qeyri-rasional düşünürlər.
Emosional düşünürlər. Biz nə demişdik? İki cür düşüncə var. Rasional düşüncə, emosional düşüncə. Rasional düşüncə məntiqli düşünən insanlardır. Yəni dərrakəsi ilə, ağlı ilə düşünür. Amma emosional düşünənlər emosiyaları ilə düşünürlər. Çünki onlar belə deyək də, ergənlik də deyirik buna, yeniyetmək də deyirik. Onlar emosiyaların təsirləri altındadır və bu dövrdə şuur tam formalaşmır. Emosiyaların təsiri altında formalaşır. Yəni sevgiyə meyilli olurlar, müəllimlərə qarşı aqressiv olurlar, evdə aqressiv olurlar. Bu o dövrdür ki, hansı ki rasional düşüncə yoxdur. Və sonuncu mərhələ var burada. Piagetdən fərqli olaraq burada mərhələ 5 dənədir. 5-ci mərhələ rasional şuurdur. Bu artıq yetkin yaşa təsadüf edir. Yetkin yaş, yəni 10-cu, 11-ci sinifi nəzərdə tuturuq. Artıq burada fərd öz məntiqi ilə əməl edir, öz məntiqi ilə düşünür. Yəni artıq rasional düşüncə var. İrasional düşünmür. İrasional, yəni rasionalın əksi deməkdir. Yəni emosional düşünmür. Neyniyir? Artıq burada yetkin şəxsiyyət kimi formalaşma dövrü başa çatır deməyək, yəni başa çatdıra bilərik biz müəllim olaraq. Burada şəxsiyyət kimi formalaşdırmanı başa çatdıra bilərik. İndi müəyyən səbəblərdən ailə faktoru da burada çox önəmlidir. Biz bunu neyləyə bilmirik? Tam da formalaşdıra bilmirik. Amma nə qədər formalaşdıra bilsək, bir o qədər yaxşıdır ki, çünki gələcək bizim əllərimizdədir və biz onu neyləməliyik? Formalaşdırmağa çalışmalıyıq. Bəs yaxşı, müəllim nələrdən istifadə edə bilər? Əməkdaşlıq ilk növbədədir. Qrup işləri, sonra komanda işləri, layihə işləri, burada mütləq əməkdaşlıq mütləq lazımdır. Sosial işlər, məsələn, belə deyək, şagirdləri mənəvi inkişafını təmin etmək üçün, emosional inkişafını təmin etmək üçün layihələrə cəlb edə bilərik. Uşaq evlərini apara bilərik, qocalar evlərini apara bilərik ki, onlar bir həyatı dərk eləsinlər də. Yəni, sinifdən kənara çıxmaq lazımdır ki, şagird həyatı neynəsin? Dərk eləsin. Bu da şagirdi neynəyə bilər? Formalaşdıra bilər. Bu birdən-birə baş verən bir proses deyil. Bunu biz elə bilməyək ki, bu 1 ilin, 5 ilin söhbətidir. Bu görürsünüzmü, şagirdin 1-ci sinifindən 0 yaşından, 1-ci sinif demirəm, 0 yaşından 11-ci sinifinə qədər olan bir dövrdür. Yəni, ailə faktoru da burada rol oynayır. Ətraf mühit deyəndə təkcə müəllim məktəbdən söhbət getmir. Uşaq, belə deyək də, 5 saat bizlə olursa, 20 saat evdə olur. Ona görə də tək bizim üzərimizə düşmür bu vəzifə. Burada 3 bucaq olmalıdır. Müəllim, şagird və valideyn 3 bucaq olmalıdır. İndi biz müəllimin üzərinə düşənlərdən danışırıq. Gözləmə vaxtının verilməsi yenə burada var. Bayaq da dedik, bir də girmirəm o söhbətə. İntrovertlər üçün gözləmə vaxtı önəmlidir ki, onlar da özlərini eləyə bilsinlər, toparlayıb cavab verə bilsinlər. Çünki çox dərin düşünürlər ona görə. Şagirdlərdə müsbət gözləntilər formalaşdırmalıyıq ki, onlar belə deyək də, səmərəli öyrənmə mühiti yaratmaq üçün biz müsbət gözləntilərə daha çox üstünlük verməliyik. Yəni, sizdən gözləntilərin müsbətdir, bacarıqlarınızda, davranışlarınızda. Biz burada şəxsiyyət deyəndə sırf burada bilikdən söhbət getmir də. Bilikli çox adam ola bilər, amma şəxsiyyət ola bilərmi o adam? Xeyr. Çox savadlı insan şəxsiyyət olurmu? Xeyr. Şəxsiyyət deyəndə burada həm idrak, həm ünsiyyət, həm də psixomotor bacarıqlar nəzərdə tutulur. Ona görə də hamısını müəllim nəzərə almalıdır. Sinifin idarə edilməsində, səmərəli öyrənmə mühitinin qurulmasında müsbət gözləntilər verməliyik. Gözləntilər nə idi? Müəllim sinifə girən kimi, uşaqlarla tanış olandan sonra gözləntilər qoyurdu ki, şagirdlər sizdən gözləntilərim budur. Məsuliyyətli olacağınıza inanıram. Sonra təhlükəsizliyinizə riayət edəcəyinizə inanıram. Yəni, gözləntilər qoyur və gözləntiləri izah edir şagirdlərə. Bunlarda da biz şəxsiyyət kimi formalaşdırma eləyə bilərik. Yəni, şagirdin psixologiyası, dünya görüşü, xarakteri inkişaf edə bilər. Sonra müzakirə prosesləri, bunu dedik. Yəni, qruplar da varsa, müzakirə də var. Sağlam qayğıkeş mühit, bu haqda danışmışıq, yenə danışaq. Müəllim sağlam qayğıkeş mühit yaratmalıdır. Müəllim şagirdlərlə dost olmamalıdır, amma səmimi olmalıdır. Onlara nəvaziş göstərməlidir. Özü cəmiyyətin bir həssas qayğıkeş üzvü olmalıdır ki, şagirdlərdə də bunu neynəsin? Formalaşdıra bilsin. Yəni, rol model olmalıdır. Sosial-emosional bacarıqlar, bu haqda da danışdım. Şagirdlərdə emosional inkişafı, mənəvi inkişaf etdirməlidir. Yüksək ideallara sahib olmaq var. Bu nə deməkdir? Yəni, şagird, əgər şagirdin idealı olarsa, yəni şəxsiyyət olaraq yaxşı inkişaf eləmiş idealı olarsa, şagird bunu özündə formalaşdırmağa çalışacaq. Ona görə də adətən müəllimi göz önündə gördüklərinə görə müəllim burada rol model olur.
Amma biz şagirdlərin nə qədər çox inkişaf elətdirəriksə, müxtəlif şəxsiyyətləri tanıyarsa, o şəxsiyyətləri özünə ideoloq kimi seçə bilər, onların ideologiyası ilə gedə bilər, bir şəxsiyyət kimi formalaşa bilər. Səmərəli vərdişlər formalaşdırmalıyıq şagirdlərdə. Vərdişləri formalaşdırarkən biz israrlı olmalıyıq, bilik və bacarığı vərdişə çevirməliyik. 21 gün təkrarlanan hər hansı bir bacarıq vərdişə çevrilə bilər. İradə gücü formalaşdırmaq lazımdır ki, şagirdlər iradəli olsunlar, başqalarının təsiratına düşməsinlər. Düzgün iradə gücü formalaşdırmaq lazımdır. Mükafatlandırmalardan və mənfi nəticələri aradan qaldırmaq üçün, belə deyək də, cəzalandırılmadan istifadə etmək olar. Bu haqda da keçmişik operant şərtlənmədə. Operant şərtlənmə çıxarılıb çərçivə sənədindən, amma köhnə çərçivə sənədi ilə geçsələr salma ehtimalları var deyə danışırıq bu haqda da. Mükafatlandırmalar bilirsiniz də, yəni şagirdləri biliklərinə görə yox, davranışlarına görə. Şəxsiyyət yetişdirir axı. Bilik də var burada öz növbəsində. Amma daha çox davranışlarına görə mükafatlandırmaq, davranışlarına görə onlara müsbət rəylər vermək, mənfi davranışlarının nəticələrini onlara göstərmək, əyani nümunələr çəkmək, həyata getmək, fənüsi inteqrasiyadan istifadə etmək və s. Mənəvi əxlaqi mövzularda müzakirəli şəkilli fəaliyyətlər eləmək, mənəvi əxlaqi mövzularda müzakirələr ola bilər, problem həll etmə ola bilər. Yenə deyirəm, sinifdən xaricə çıxıb fənüsi inteqrasiya edə bilərik və s. Şagirdlərdə metakognitiv bacarıqları formalaşdırmaq, refleksiya, yəni gələcəkdə necə biri olmaq istəyirsən, səncə gələcəkdə o istədiyin biri olmaq üçün nələr eləməlisən və s. Bu cür refleksiya bacarıqları formalaşdırmaq olar və eyni zamanda məktəb mühiti necə olmalıdır? Ədalətli olmalıdır, hörmət hissi olmalıdır ki, şagirdlərdə mənəvi şəxsiyyət nə bilsin, mənəvi inkişaf, emosional inkişaf yüksək olsun və şagirdlər şəxsiyyət kimi formalaşa bilsin. Akademik göstəricisi yüksək olan şagird şəxsiyyət demək deyil. Biz bunu sertifikasiyaya gedən müəllimlər bunu daha yaxşı bilirlər. Uşaq var ki, çox testlərin hamısını yazır. Akademik göstəricisi çox yaxşıdır. Amma ünsiyyət bacarığı yoxdur, özünü ifadə edə bilmir, aqressivdir, emosiyalarına nəzarət edə bilmir və yaxud da ki, aqressiv deyil, yetənə yetir, yetməyənə bir daş atır. Məsələn, biri dərs danışır, onun sözünə bir atmaca atır. Bir uşaq bir fəaliyyət qurur, ona bir atmaca atır. Birinin geyiminə bir atmaca atır. Amma akademik göstəriciləri yüksəkdir. Nə olsun, bütün fənləri oxuyur, 5 alır. Amma uşaq şəxsiyyətdirmi? Yox. Şəxsiyyət nədir? Şəxsiyyət hər tərəfli olmalıdır. Şəxsiyyətdə daha çox, akademik göstəricdən daha çox davranış, emosiyalar, özünü idarə etmə bacarığı, məktəb mühitinə, məktəb əməkdaşına hörmət, kollektivə hörmət, sinif yoldaşlarına hörmət, qarşılıqlı qayğıkeş mühit, tolerantlıq, empati hissi, humanizm, tolerantlıq nədir? Bir-birinin fikrinə dözümlülük, humanizm, qayğıkeşlik və s. Bunlar nə etməlidir? Formalaşdırılmalıdır. Məktəbin siyasəti ədalətlilik prinsipinə əsaslanmalıdır ki, məktəb rəhbərliyi də şagirdlərdə bunu nə bilsin? Rəhbərlik, eyni zamanda kollektiv hamısı bir yerdə şagirdlərdə bunu formalaşdıra bilsin. Yəni, kobudluq olmamalıdır davranışlarda ki, şagirdlərdən də bunu tələb eləyə bilək. Bu da olur şəxsiyyətin formalaşdırılması. Qaranlıq nə qaldı müəllimlər?